Salam, axşamınız xeyir olsun. Səsim yaxşı gəlir? Gəlir, gəlir. Aha. Axşamınız xeyir olsun. Hamınızı salamlayıram. Dəyərli liderlərimizi və spikerlərimizi. İnşallah ki, hamınızı salamlayıram. Axşamınız xeyir olsun. Keçmiş bayramınız da mübarək. Daha doğrusu yenidir artıq. Hamınıza inşallah ki, uğurlar arzu edirəm. Deməli, mənim daha doğrusu bugün sizə danışacağım bir mövzu odur ki, insan orqanizmasında baş verən allergik reaksiyalar və onu belə deyək də hansı məhsullarımızla inşallah ki qarşısını ala bilərik. Yəni bu cür mövzuda inşallah ki mən sizə danışacağam. Deməli, allergik xəstəliklər adətən immun sisteminin bəzi maddələrə qarşı həddindən artıq reaksiya göstərməsi nəticəsində yaranan tibbi problemlərdən biridir. Adətən bu xəstəliklər hava vasitəsilə, qida vasitəsilə, dərman və ya başqa digər allergenlərə qarşı orqanizmin belə deyərim də anormal reaksiya verməsi ilə xarakterizə olunur. Və bu hallar hər zaman daha çox, belə deyək də, rast gəldiyimiz vaxtlar çox vaxtı daxilimizdə, yəni daxili orqanlarda olan hər hansısa bir problemlərin olmasından bizə, belə deyərdim də, xəbər verir. Allergik reaksiyaların arasında ən təhlükəlisi, bir çox allergik reaksiyalar var orqanizmada. Təbii ki, hər hansısa, belə deyək də, daxildə olan problemlərin verdiyi reaksiyalar var. Bunlardan da ən, belə deyək, təhlükəlisi dərmanların verdiyi allergiyalardır. Bu xəstəlik hazırda, belə deyərdim də, bəlkə də ən ciddi problemlərdən və çox rast gəlinən, belə deyək, problemlərdən birinə çevrilmişdir. Və bu xəstəlik əsasən insanların öz başına, hər hansısa bir, belə deyək də, mütəxəssisin, hər hansısa bir həkimin xəstəyə təyin etmədən, xəstənin öz-özünə də, belə deyək, hər hansısa bir öz başına gedib hər hansısa bir dərmanı alıb içməsindən, belə deyək, qəbul eləməsindən qaynaqlanır. Biz bilirik ki, kimyəvi dərmanların həqiqətən insan orqanizması üçün çox böyük təhlükələri var və həqiqətən çox böyük fəsadlar törədir. Elə orqanlarımızda olsun, daxildə olsun, fərq etmir. Dəridə olan problemlər hər zaman biz bilirik ki, yəni çox vaxtı daxildə, qaraciyərdə, mədə, bağırsaqda və başqa orqanlarda olan problemlərdən də xəbər verir. Dəridə baş verən hər hansısa bir qaşıntı, dəri xəstəliklərinin önəmli simptomu olmaqla yanaşı, xroniki böyrək xəstəliklərində, qaraciyər, öd yolları patologiyalarında, parazitar infeksiyalarda və sair problemlərdə göstəricisidir. Qaşınma, yəni dəridə hər hansısa bir qaşınma xolestazin əsas simptomlarından biri sayılır. Və xolestazan öd durğunluğu qaraciyər və öd yollarının bir çox xəstəlikləri ilə bağlı meydana çıxan bir problemdir, belə deyərdik, bir reaksiyadır. Bu zaman normada öd ilə atılmalı olan bir sıra belə deyək, toksik zərərli maddələr ki var, qan və toxumalarda toplanaraq reseptorların qıcıqlanmasına və qaşınma hissinin dəridə, yəni xaricdə yaranmasına səbəb olur. Yəni bu kimi hallarda, yəni bu kimi problemlərdə nə etməliyik? Təbii ki, biz bilirik ki, yəni üz, belə deyək də, daxildə olan hansısa bir orqanımızda olan problemləri ilə üzə baxanda hiss olunur ki, alın nahiyəsində hansı, belə deyək, problemlər olarsa, bir orqanımız burada, məsələn, çənədə, üzdə, yəni onu çox gözəl bilir ki, elə üz daxilin, belə deyək, bir növ aynasıdır da, yəni orada olan problemləri görəndə biz bilirik ki, artıq daxildə hansı problemlər var. Yəni bu kimi hallarda nələr etməliyik? Təbii ki, biz bu hallara da toxunacağıq inşallah ki.
Təbii ki, biz bilirik ki, ilk öncə bütün demək olar ki, elə bütün müalicələrimizdə və yaxud bütün məhsullar ki, təyin edirik insanlarda hər hansı problemlər olanda, təbii ki, ilk öncə antiparastan təmizləmə. Mütləq şəkildə antiparastan təmizlənmə edilməlidir. Çünki allergik səbəblərin çoxu orqanizmdə olan parazitlərin, toksinlərin və şlakların yaratdığı fondur. İlkin etapda təbii ki, dediyim kimi gedir antiparastan təmizləmə. Bunun üçün də biz bilirik ki, çox gözəl məhsullarımız var. Trigelimdir, epamlardır, epam 11-dir, çay 1.6-dır. Təbii ki, orqanizma fərqli olduğundan, individual olduğundan bu dəyişə bilər. Yəni, təbii ki, o konsultasiya olunur insan birinci səfər və artıq onun orqanizmasına uyğun biz belə deyək, müalicə təyin edirik, amma trigelin mütləq şəkildə bütün antiparastan təmizləmələrdə olur. Və biz bilirik ki, çaylarımızın tərkibində olan bir çox bitkilər orqanizmada olan toksinlərin çıxmasına çox gözəl şəkildə həqiqətən kömək edir və bütün o zərərli toksinləri ki, bizim çaylarımızı istifadə eləyəndə zərərli toksinlər orqanizmada bir yerə toplanır və xaric olur orqanizmadan. Və ikinci, belə deyərdik, aşama odur ki, limfa sistemlərinin təmizlənməsi. Mütləq şəkildə, yəni bu antiparastan təmizlənmədən sonra limfa sistemlərinin təmizlənməsi olmalıdır. Təbii ki, bunu da bizim sorbentlərimizlə, çaylarımızla çox gözəl şəkildə etmək olar. Təbii fitosorbentlər bizim orqanizmamızın təmizlənməsi üçün çox ideal məhsullardır həqiqətən. Yəni buna daxildir bizim sorbentlərimizdən təbii ki, Pikdir, ProLife'dir, Defense'dir, yəni çaylarımızdır. Təbii ki, burada epamlar da ola bilər və həqiqətən çox gözəl şəkildə nəticə verən məhsullardır ki, bunları biz bu ikinci etapdakı limfa sistemlərinin təmizlənməsində təyin edirik. Üzr istəyirəm. Və üçüncü aşamamız odur ki, mütləq şəkildə orqanizmaya üçüncü halda hüceyrə səviyyəsinin təmizlənməsi mütləq şəkildə olmalıdır. Bunun üçün ən ideal olan bizim məhsullarımızdan təbii ki, biz bilirik ki, istoki çıslatıdır və tərkibində olan həmin o istoki çıstatının tərkibində olan bitkilər zərərli toksinlərin hüceyrələrdən çıxmasına, yəni çıxarılmasına çox gözəl şəkildə kömək eləyir. Təbii ki, biz bilirik ki, 3 fazadan ibarətdir. Oraları belə deyək, dərinləşdirmirəm. Hamınız çox gözəl şəkildə bilirsiniz. Sadəcə olaraq bu aşamaları sizə çatdırmaq fikrindəyim inşallah ki. Və təbii ki, hər zaman həm limfa sistemlərinin, həm də hüceyrə səviyyəsinin təmizlənməsində mütləq şəkildə bizim çox gözəl məhsulumuz olan baraq amaratda mütləq şəkildə istifadə edirik. Çünki allergik reaksiyalarda həqiqətən çox gözəl fayda göstərir bizim baraq amarat. Və belə deyərdik də, əlavə olaraq hüceyrə səviyyəsinin və limfa sisteminin təmizlənməsində mütləq şəkildə immun sisteminin güclənməsi üçün də hər hansısa bir vasitələrdən də istifadə olunmalıdır. Zəhmət olmasa mikrofonlara diqqət edək, kiminsə mikrofonu açıqdır. Aha. Təbii ki, immun sisteminin güclənməsi üçün də hər hansısa bir, belə deyək də, vasitələrdən, yəni bizim məhsullardan istifadə edilməlidir. Bağırsaqlarla bağlı problemlər yalnız, belə deyərdik də, həzm sistemində pozuntulara deyil, həm də immun sisteminin zəifləməsinə, dərinin vəziyyətinin pisləşməsinə və belə deyək, dəridə hər hansısa bir allergik reaksiyanın inkişafına səbəb ola bilər. Bunun üçün də mütləq şəkildə biz immunitet, belə deyək də, yəni qaldırıcı, yəni immuniteti gücləndirici bizim, belə deyək, məhsullarımızdan istifadə etməliyik. Buna aiddir Navamin, məsələn, bizim
məhsullarımızdan vitaminlərdir, sinkdir, yoddur, dəmirdir, selendir. Mütləq şəkildə bunlar istifadə olunmalıdır. Kiminsə mikrofonu açıqdır. Zəhmət olmasa mikrofonlara diqqət edək. Təşəkkür edirəm. Aha. Deməli, Navamin bilirik ki, həqiqətən çox gözəl immunitet qaldırıcı bizim məhsullarımızdandır. Vitaminlərdir ki, təbii ki, öz yerində mütləq şəkildə vitaminlər istifadə olunmalıdır ki, yəni immun sistemi öz səviyyəsində qalsın. Və buna daxil edə bilərik burada. Elbifit də daxil edə bilərik. Çünki elbifit həm immun sistemini stimullaşdırır, həm də allergik fonu normallaşdırır. Həqiqətən tərkibində olan, belə deyərdim də, yəni bitkilərlə. Və mütləq şəkildə həqiqətən bu kimi şeylərə diqqət olunmalıdır. Yəni bəzən görürsünüz ki, insanlar çox laqeyd yanaşırlar bu kimi hallara. Hər hansısa biz, təbii ki, siz də rastlaşmış olarsınız ki, yəni gəlirlər üzündə, dərisində və yaxud hansısa bir problemlə, yəni insanlara çatdıranda ki, yəni mütləq şəkildə siz bunu təmizlənmə etməlisiniz. Bu sizin daxilinizdə olan bir problemdən, belə deyək də, göstəricisidir. İnsanlar istəmir onu nəsə eləməyə, amma mütləq şəkildə bu kimi hallara diqqət olunmalıdır və diqqət yetirilməlidir ki, çünki alırıq xaricdən hər hansısa bir, belə deyək də, vasitələr istifadə edirik, heç bir, belə deyək, xeyrini görmürük. Çünki daxildədir bu problem. Əgər həmin problemin kökündən həll olunmazsa, təbii ki, o üzdə olan problemlərdir, ləkələrdir, sızanaqlardır, nəsə bir qaşıntılardır falan. Yəni bunlar heç biri, belə deyək də, yəni getməyəcək. Ona görə də mütləq şəkildə, yəni bu sadaladığım ki, sıralar ki var, birinci təbii ki, dedik ki, antiparastan təmizləmə, ondan sonra belə deyək, hüceyrə arası təmizləmə, limfa sistemlərinin təmizlənməsi, hüceyrə səviyyəsinin təmizlənməsi, sonra immun sisteminin qaldırılması mütləq şəkildə bu ard-arda düzgün şəkildə olunarsa, təbii ki, orqanizmada bərpa olunar və həmin o, belə deyək, dəridə, xaricdə hansısa bir problemlər ki var, qaşıntılar olsun, allergik reaksiyalar olsun, bunlar mütləq şəkildə aradan gedər. Belə, mən bugün deyəsən biraz az hazırlaşmışam, amma inşallah ki, yəni qısa da olsa, mən bilirəm ki, faydalı məlumatlar oldu. İnşallah ki, kiminsə mövzu ilə bağlı əgər sualı varsa, suallarınızı verə bilərsiniz. Sualı olan varsa buyursun, suallarını versin. Axşamınız xeyir olsun. Şahid Axşamınız xeyir Marat olsun. edir. Psoriaz xəstəliyini allergik xəstəlik kimi qələmə vermək olar, yoxsa yox? Yəni eləsə nəzərə almaq olar psoriazı allergik xəstəlik kimi. Səsiniz xırıltılı gəlir. Başa düşmürəm tam aydın nə deyirsiniz. Nə xəstəliyi? Qulaqlıqdaydı. Psoriaz xəstəliyi eşitmisiniz yəqin ki, psoriaz xəstəliyi. Psoriaz. Yox, vallah, yenə yalan deyə bilmərəm, eşitməmişəm o cür xəstəlik. Psoriaz. Bəlkə də bizim belə deyək, liderlərimiz bilər nədir o. O hər hansısa bir, belə deyək də, yəni xaricdə, dəridə hər hansısa bir belə allergik reaksiyalar falan verir, yoxsa necə? İstersen sen ver. Üzr istəyirəm. Buyurun. Əlim dəydi, çıxdı. Qulaqlıqdaydı, qulaqlıqda pis gəlirdi səs. Çıxartmaq istəyirdim, çıxdı. Sualını başa düşdünüz siz, xanım? Psoriaz xəstəlik dediniz, nəsə səhv etmirəmsə. Psoriaz. Psoriaz. Allergik xəstəlikdir. Qabıqlanma falan, qaşınma verir. Xəstəliyin
nəticəsi, yəni hamı qaraciyərlə əlaqələndirir ki, Aha. qaraciyərlə əlaqəlidir. Təbii ki, onsuz bax bu ekzamadır. Biz bayaq da vurğuladıq da və dəridə dəri qatında belə deyək, hər hansısa bir reaksiyalardır. Məsələn, mən öz belə deyək də qardaşımdan burada göstərə bilərəm ki, belə örnək. O mənə müraciət eləyəndə onda həqiqətən dərisində çox böyük qaşıntılar və əllərində hələ hətta suluq kimi belənçinə qaşıntılar verirdi. Düzdür, tam həmin o belə deyək də bizim təmizlənmə proqramını tam götürməsə də, tam istifadə etməsə də, amma həqiqətən istifadə eləməklə hələ bir dənə, yəni bir kursunu götürməklə çox gözəl nəticə gördü. Və onun kimi də bir çox belə deyək problemlər təbii ki, çox vaxt mədə-bağırsaq, qaraciyər, bəli, mütləq şəkildə qaraciyər bərpası üçün, qaraciyərin belə deyək də, yəni normallaşması üçün, ümumiyyətcə təbii ki, bizim təmizlənmə proqramlarımız elə qaraciyərə də öz etkisini göstərir, çaylarımızda, epamlarımızda və onun yanında başqa məhsullarda. Bunlar, yəni təmizlənmə mütləq şəkildə, yəni ilk dediyim kimi bu etaplar ki danışdım, mütləq şəkildə antiparastan təmizlənmə olmalıdır. Çox sağ olun. Ətraflı məlumatınıza görə çox sağ olun. Buyurun, buyurun. Başqa kimin sualı varsa? Selamünaleyküm. Aleykum assalam. Dəmrov bir də isimlidir. Dəmrov. Bəli. Allergiya. Bunlara qarşı hansı xəstəliklər? Dəmrov bir də fəsli allergiya. Baxın, fəsli allergiya. Yəni fəsli allergiya mən sizə allergiyanın da növləri var da. Yəni o əgər daxildəndirsə, yenə dediyim kimi mikrofonu dəyərsiniz, zəhmət olmasa, yəni eşidərsiniz. Aha. Mütləq şəkildə yenə dediyim kimi o fəsli allergiyalar ki var, onlar mən bildiyim qədərilə, mən mütəxəssislərimdən də eşitdiyim qədərilə elə allergiya növləri var ki, onlar müalicə olunmur. Amma ki, yəni biz biliriksə ki, artıq bu daxildən verir hansısa bir allergik reaksiyalar, yenə dediyim kimi, mütləq şəkildə təmizlənmə olunmalıdır mədə-bağırsaq sisteminə, ondan sonra qaraciyərdir, yəni hər hansısa bir belə deyək orqandan. Çox şükür Aynur açdın, elə bir ekrandan danışamıyordum. Heç kim açmıyor. Yəni mütləq şəkildə, yenə dediyim kimi, allergiyanın da təbii ki növləri var. Dəmrovu deyə bilmərəm, belə deyək də, yəni o haqda belə deyək, məlumatım yoxdur. Əgər bizim liderlərimiz cavablandırsa, inşallah ki cavablandırar, amma fəsli allergiyalar mən onu bilirəm ki, yəni onların növləri var və elələri var ki, müalicə olunmur. Yəni müalicəsi yoxdur da, belə deyək. Hər hansısa bir nəsə yüngülləşdirici falan nələrsə vermək olar. Belə. Axşamınız xeyir olsun. Axşamınız xeyir olsun. Salamlayıram hər kəsi. Kimin səsi açıq söhbət olmasa bağlayın. Mikrofonlarımıza diqqət edək. Zülfiyyə xanım, allergiyadan söhbət etmişkən, mən övladımdan bundan həqiqətən əziyyət çəkmişəm. Allah bütün balaları saxlasın. Sualım yoxdur, sadəcə olaraq, yəni bu bir nəticə deyərdim ki, bizim məhsullarla sadəcə acı istiota qarşı allergiyası vardı. Ən məşhur belə allergolog yanına apardıq. İnanın ki, heç müalicəsini belə, onda mən bu şirkətə qoşulmamışdım. Müalicəsini belə, yəni aptekdən mən heç 1% belə nəticəsini görmədim. Bəlkə də görsəydim ardını tutardım. Yaxşı da ki, heç görməmişəm. Və gəlib bu şirkətdə, yəni rəhbərim Aydan xanım tərəfindən mənə deyiləndə ki, bu allergiya xəstəlik deyil, allergiyanı yaradan orqanizmanın qurd parazitidir. Mən inanaraq, güvənərək, bəli, yəni müalicəsindən başladım. EPAM-larımızla, bilmirəm, vurğuladınız, vurğulamadınız, Baraqa Amarant. Bəli, vurğuladım. Çox gözəl də doğrudan da nəticəsini gördüm. Hətta EPAM 900-ü belə həm dil altına, həm buruna tökməklə və bəzi məhsullardan təmizlənməklə övladımın allergiyasını
yəni aradan yox elədik. Yəni məhsullarımızdan. Hətta yəni o dərəcədə idi ki, evdə hər bir şeyi mən yığışdırdım. Çünki övladıma yəni acı istiyot. Amma indi də yəni niyə qayıtmır ki? Acının da küpünə girir, istiyotun da küpünə girir. Yəni acı yeyən bir ailə kimi deyirəm. Heç bir problem də yoxdur. Şükürlər olsun ki, allergiyası da geri qayıtmadı. Aha. Allah'ım belə. Çox sağ olun Aynur xanım, Allah razı olsun. Həqiqətən insanları başa salanda ki, allergiya bir xəstəlik deyil, hər hansısa bir daxildə olan problemlərin göstəricisidir. Yəni insanlar həqiqətən bunu başa düşməkdə çox çətinlik çəkirlər. Yəni belə deyək də ən azından bir neçə kurs daxildən verib onu təmizləyib o problemdən qurtulacaqlarına, yəni başqa belə deyək də yolları seçirlər. Təşəkkür edirəm, çox sağ olun. Başqa kiminsə sualı varsa? Səbinə xanım da burada öz fikrini qeyd edib. Çox sağ olun Səbinə xanım, Allah razı olsun. Belə, baxıram ki, heç kimin sualı yoxdur. İnşallah ki, Aydan xanım, yəqin ki, bitirək Zoom-umuzu. Necə məsləhətdirsə. Aydan xanım, Bəli, bəli. İnşallah ki, baxıram ki, sual da yoxdur. Əgər məsləhətdirsə bitirək. Okey. Təşəkkür edirəm.